O bir nəvər deyirdi, deyir, namazı qılan kimi tez səcdən örtdü, qaçdı. O birisi qayıtdı onu ki, nə oldu? Bir deyən xanım Zəhran zikir elə də, dedi, valla işlərim o qədər qarışıqdır ki, çatdıra bilirəm ki. Dedi, o zikir eləmə, sonra ki, işlərin qarışır. Zikir eləsən, Allah ömrü və saat və bərəkət verir, işlərin qarışmaz. Sonra 2 dəqiqədən kesirsən, göyə 2 dəqiqə ilə iş vəl edirsən. O 2 dəqiqəni kesirsən, deyir, Allah 24 saatın bərəkətini götürüb. Biz elə bilirik ki, hər şey elə bu materiyadan ibarət deyir ki, bu buranın saatları deyir ki, oranın bir təsiri var o mələkutun. İmam 10 cüz Quran oxuyurmuş. Və deyir, gecə namazını tərk eləmirdi, o şəxsiyi gördüm. Gecə namazını tərk eləmirdi. Namazın vaxtı çatanda, vaxtında saxlayıb namaz qılırdı. Namazın vaxtını gecikdirmirdi. Və hər namazdan sonra da siz bunu eləyin. Neçə dəfə deyirsiniz, deyin. Namazı bitirəndən sonra 100 dəfə şükran lillah deyərmiş. Allah sənə şükür, Allah sənə şükür. Şükür eləyirdi.